Hamıya salam. Hal-hazırda biz Nərgiz Nəcəf 99 sınaq toplusundan sınaq 4-ü işləməyə başlayırıq. Sınaq 1, 2, 3-ün videosu YouTube kanalımda var. İndi isə gəlin sınaq 4-ə baxaq. Sınaq 4 ismin yiyəlik halı ilə bağlıdır. Baxaq ki, birinci sualda, lap birincisində women's kökündən cəmlənir. Kökündən cəmlənənlərin yiyəlik halı həmişə apostrof S olur. Ona görə bir səhvdir. Üçüncüdə yenə kökündən cəmlənir. Kökündən cəmlənənlərin yiyəlik halı yenə apostrof S olmalıdır. Bu da səhvdir. İkincidə sheep's tail kökündən cəmlənir və yiyəlik hal apostrof S-dir, düzdür. Yəni 2-ni düz götürürük. Dördüncüdə Z varsa və soyaddırsa həmişə S apostrof olmalıdır. Ona görə dördüncü düzdür. Beşincidə isə men kökündən cəmlənir deyə o da apostrof S olub, yəni düzdür. Variantımız 2, 4, 5, yəni C variantı. İkinci, kökündən cəmlənəni axtarırıq. Birinci səhvdir, çünki oxen cəmlənir. Oxen apostrof S olmalıydı. Üçüncüdə giz kökündən cəmlənir, yiyəlik haldır və apostrof S-dən düzəlir, düzdür. Fireman apostrof S olmalıydı, S apostrof olmaz. Parents təkdədir. Decision, iki valideynin bir qərarı ola bilər. Tutaq ki, ana və atanın eyni bir qərarı. Ona görə biz bunu götürə bilərik düzgün variant kimi. Bir də children apostrof S olmalıdır həmişə. O da düzdür. Ona görə bizdə olmalıdır 3, 2, 4. Yəni B. Siz deyə bilərsiniz ki, yiyəlik halın cəm forması S apostrofdan düzəlir. Razıyam. Yiyəlik halın cəm forması S apostrofdan düzəlir. Amma biz nəzərdə saxlamalıyıq ki, İki valideynin, ana və atanın bir dənə qərarı ola bilər. Ona görə 2 düzdür. Üçüncü, baxıram. Child apostrofsu olmaz. Çünki S apostrof olmaz. Daha doğrusu apostrofsu olar. Amma burada tərsinəsidir. Getdi. Sonra 2-yə baxıram. Mən apostrofsu olar. Mice apostrofsu olar. Z necə olmalıydı? Birinci S olmalıydı, sonra apostrof olmalıydı. Yəni səhvdir. 5-də də ki, olar. Deməli, variant olar 2, 3, 5. Yəni Y. 4-də. To cəmdir. Days-də cəmlənib. Ona görə S apostrof düzdür. Z soyaddır, amma S apostrof olmalıydı. Bu tərsinədir. Olmaz. Mr. Mrs-də apostrof S olmalıydı. Olmaz. Tərsinədir. 4-də E article təkdədir. Years-də təkdədir. Olar. 3 weeks olmaz. Necə olmalıydı? 3 cəmdir, 3-dür. Weeks isə təkdə qalıb. Ona görə cəm olmalıydı. S apostrof olmalıydı. Yəni, burada 1 düzdür və 4 düzdür. 1, 4, B. Gəlirik 5-ə. 5-də article var, görürsünüz. Article varsa təkdə olmalıdır. Yəni, S apostrof olmalıydı. Burada tamamilə səhvdir. Oxen düzdür. Sheeps apostrof S olmalıydı. To S apostrof düzdür. Men apostrof S olmalıydı. Çünki kökündən cəmlənir. Onda variant 3, 2, elə 3, 2, 2, 3. Yəni B. Burada diqqətli olun. Zis, Z, zos. Bunlarla işləyirik hamısından. Z təkdir. Bu da təkdədir və düzdür. Zis təkdədir, amma bu cəmləşib. Ola bilməz. Getdi. Bu zis cəmdədir, bu da təkdədir. Olmaz. 4. Zos cəmdədir, workers da cəmlənib, düzdür. Z təkdədir, children cəmdədir, olmaz. Ona görə olar variantımız 1 və 4. Yəni D variantı. Gəlirik 7-yə. 7-də bizdən yenə yiyəlik haldır. Baxırıq ki, those cəmdir, amma women olmalıydı. Burada A-dır. Ona görə səhvdir. Sonra 3-də men apostrofsu olmalı. Çünki kökündən cəmlənir bu. Səhvdir. 5-də these, men. Bu artıq düzdür. Bu da təkdədir, bu da təkdədir. Yəni qalır variantımız. Bura baxırıq. Deyir kökündən cəmlənib, düzdür. Və apostrofsudur, düzdür. 4-də isə Z, drivers. Z təkdədir, amma drivers cəmlənib. Olmaz heç vaxt. Qalır variant 2, 5. 5, 2, A. 8. A few years. Bu, FU-dan sonra həmişə sayılan cəm olmalıdır. Amma burada təkdir. Ona görə getdi. Tomorrow həmişə zaman bildirən sözlər apostrof S olur. Ona görə bu da düzdür.
Man apostrofsu olmalıydı, səhvdir. The goose apostrofsu olmalıydı, child apostrofsu da düzdür. Qalır 2 və 5, yəni D variantı. 9. Yesterdays. Bir dəqiqə. Aha. 9-da zaman bildirəndi. Birinci söz yesterday'di. Apostrofsu olmalıydı, səhvdir. An hour. An article təkdədir. Hour sözü saat deməkdir. O da təkdədir. Apostrofsudur və düzdür. A few weeks düzdür. Çünki a few-dan sonra həmişə sayılan gəlirsə cəmlənməlidir mütləq. Week də həftə deməkdir. Həftə də sayılır. Ona görə cəmdədir. Yəni S apostrofdur. Today zaman bildirən sözdür. Apostrofsu olmalıdır həmişə. O da düzdür. Amma 5'dir. Minutes cəm olmalıdır. Amma orada tək olub. Yəni apostrofsu olub. Getdi. Qalır bizdə 2, 3 və 5. Yəni Y variantı. 10. Aha. Ona baxırıq. Onda bizdə yer üzərində tək olan varlıqlar həmişə apostrofsu ilə olur. Məsələn, yer kürəsi, dünya, nə bilim, planet, yer planeti. Baxırıq ki, Earth apostrofsu olmalı. Çünki yer kürəsindən bir dənədir. Moon aydır. Apostrofsudur, düzdür. Tomorrow zaman bilir. Apostrofsudur, düzdür. The waitress qoşa sınla bitənlərin yiyəli halı həmişə apostrofsu olur, düzdür. Amma world səhvdir, çünki apostrofsu olmalıydı. Olur 2, 3, 4. Yəni B. Aha, gəlirəm 11-ə. Burada nəyə diqqət eləməliyik? Əgər siz eyni tipli cümlələr görürsünüzsə, eyni gedir. Hər şey eyni gedir. Deməli, this, that, those-dadır mövzu. Z təkdədir, amma men cəmlənib, atdız getdi. Those cəmdədir, men cəmlənib, olur. Those cəmdədir, men, amma apostrofsu olmalıydı. Belə olmaz heç vaxt. This təkdədir, amma bu apostrofsu olmalıydı. Yenə pis düzgün olmayıb. This cəmdədir, amma bu cəmlənməyib. Təkdə qalıb. Ona görə variant B. 12 də 10 kimidir. Birincidə this təkdədir, woman cəmdədir, olmaz. Z təkdədir, woman düzdür təkdədir, amma apostrofsu olmalıydı. S apostrof olub həmişə. Ona görə gedir. C-də those cəmdədir, woman cəmlənib, amma səhv yiyəli hal olub. Apostrofsu olmalıydı. This cəmdədir, woman də apostrofsu düzdür. Those cəmdədir, woman təkdə qalıb. Ona görə olmaz. D variantı. Sonra 13. Deməli, kökündən cəmlənənlərin yiyəli hal necə olurdu? Həmişə apostrof S olurdu, amma burada nədir? S apostrofdur. Ona görə səhvdir A. B-də eyni ilə səhvdir. C-də to 2-dir, amma bu təkdə qalıb da yer apostrofsu olub. Ona görə olmadı S apostrof səhvdir. The speech about, baxın 2 dənə yiyəli hal varsa, əgər birinci səhvdirsə, ikinci düzdürsə, ikincini düz götürə bilərsiniz. Burada nə bu düzdür, nə də bu düzdür. Heç biri düzdür. Ona görə atırsınız, gəlirsiniz Y-yə. Interviewdan sonra about gəlib. Olmaz. Səhvdir, amma 2 dənə yiyəli hal var. Görürsünüz, bayaq dediyim kimi. Singer's life, bu yiyəli hal düzdür. Çünki müğənninin həyatı. Həyat, nə? Həyat isimdir. Yəni, diqqətli olun. Əgər bir cümlədə 2 dənə yiyəli hal varsa, birinci düzdürsə, birinci səhvdirsə, ikinci böyük ehtimal düzdür. Yox, əgər ikisi də səhvdirsə, deməli, variant başqadır. Digərinə baxsaz, yenə 2 dənə görürsünüz, apostrofsu burada da var, burada da apostrofsu var, amma bu səhvdir, bu düzdür. Yəni variant Y-dir. Sonra 14. Yenə let's-lə ümumiyyətlə yiyəli hal olmur. Onu harda görsəz atın getsin. Apostrofsudan sonra heç vaxt qot gəlməz, atdız getdi. Let's var, amma diqqətli olun, cümlədə ikinci yiyəli hal var. Teacher's questions. Bu olar. Çünki teacher müəllimin sualları, bir müəllimin 100 dənə 5 dənə sualı ola bilər. D-də lessonsdan sonra veri gəlir. Veri heç vaxt olmaz. Apostrof S-dən sonra veri olmaz. Ship də kökündən cəmlənir. Kökündən cəmlənənlərin yiyəli halı heç vaxt S apostrof olmur. Yəni burada olur C variantı. 15. Neighbor taken gəlib. Taken feildir. Atdız getdi. Çünki apostrof S-dən sonra həmişə isim gəlməlidir. Children apostrofsu booksdur. Onlar düzdür. Basketball my var. Əvəzli var. Atdız getdi. Burada article var. Atdız getdi. Bu ümumiyyətlə səhv yiyəli hal olub. Yəni variant B. 16. There is ümumiyyətlə yiyəli hal deyil. Atın getsin. Policeman kökündən cəmlənib. Apostrofsu olmalıydı. Səhvdir. David and Kate children are. Bu hardasa olar, qalsın. Burada apostrof S-dən sonra found gəlib, yəni feil gəlib, atdız getdi. Burada da ing gəlib, atdız getdi. Variant C.
Gəldik 17-ci suala. 17-ci sualda yenə yəli hal tələb eləyir. Burada apostrof S-dən sonra not gəlib atırsız, çünki not gəlməz. Mary apostrof S and Marks apostrof S və heyə düzdür. İndi qaydaram bu suala. Niyə düzdür? Apostrof S-dən sonra ing gəlib düz deyil, atırsız gedir. It izlə nəsə görsəz atın geçsin, o yəli hal deyil heç vaxt. Kate apostrof S-dən sonra Igor gəlib. Igor həvəsli deməkdir. Necə həvəsli? Sifətli olmaz. Ona görə getdi. Gəlirəm B-yə. Marks and Mary's hair. Deyərsiniz ki, Markın öz saçı var, Mary'nin öz saçı var. Bəs hair niyə cəmlənməyib? Kim bilirsə cavabını rəylərdə qeyd eləsin. İndi isə mən izahını verim. Hair çünki sayılmır. Yəni sayılmayan isimləri biz heç vaxt cəmləyə bilmərik. Düzdür. Markın da öz saçı var, Mary'nin də öz saçı var. Amma 2 dənə saçdır. Biz heç vaxt saç sözünü bir dənə hairs eləyə bilmərik. Bəs hansı mənada saç sözü sayılır? Kim bilirsə yenə rəylərdə qeyd eləsin, oxuyacağam. İndi keçirəm 18-ci suala. Possessive case, burada hairdresser apostrof S-dır, düzdür. Bu xüsusi sözlərdir ki, məsələn, ət mağazası, kitab mağazası, salon, yəni gözəllik salonu. Bunlar ət Z ilə başlayırsa, baxın buna. At the hairdresser apostrof S. Bunlar çox vaxt düzdür. Çünki cildə mənasını verir. Saç salonu, salonunda. Yəni məkan mənasıdır və siz o məkanın içindəsiz. At the, məsələn, butchers görsəz, apostrof S olmalı. Çünki ət mağazasında. Mən ət mağazasındayam, belədir. Ya da at the bookstore, apostrof S. Orada da həmişə kitab mağazasında. Yəni hansısa bir məkandır və siz onun içindəsiz. Burada da tərcümədə deyir ki, I saw Anna at the hairdressers yesterday. Mən dünənləri Ananı saç salonunda, gözəllik salonunda gördüm. Yəni salonun içində gördüm. Ona görə bu düzdür. Sonra baxırıq ki, burada ümumiyyətlə B-də yəli hal yoxdur, atdız getdi. C-də children kökündən cəmlənir, heç vaxt belə olmaz, apostrof S olmalıdır. Burada Tom və Sara'nın saçı ayrı-ayrı adam saçıdır. Burada da Tom'a bir dənə apostrof S lazım idi, yoxdur, səhvdir. Burada Mark and Emma car. Deyirsiniz ki, hə, Markın da öz maşını var, Emma'nın da öz maşını var. Amma mən də deyərəm ki, karın niyə bəs S-sı yoxdur? Kar sayıla bilir axı. Bir dənə buna S lazım idi. Ona görə bu da səhvdir. Variantımız elə olur A. Gəlirəm 19-a. Aha, baxıram ki, doktor S var, bir dənə apostrof S var. Bu heç uyğun deyil. Atdız gedir. Sonra at the Sandfords. Burada familiyadır və S apostrofdur, düzdür. Ola bilər, qalsın. Postman'dir. This, baxın bu this cəmdədir. Bu bizi çaşdırır. Bu cəmdədirsə bu da men olmalı idi. Mən olmaz. M-anı olmaz. Çünki man təkdir, men cəmlənməli idi. Getdi. Brown familiyadır. Heç vaxt belə olmaz. S apostrof olmalı idi. Və baxıram burada. Child olmaz heç vaxt. Çünki burada olmalıydı. S apostrof S. Gəldim 20-yə. Burada zaman bildirir apostrof S. Düzdür. Burada olmalıydı apostrof S. Çünki günəş yer üzündə bir dənə olandı. Həmişə apostrof S olmalıdır. Getdi. Burada qot var. Getdi. Burada var. My father article gəlib. Getdi. Daniel and Laura grandmother olar. Daniel və Laura'nın iki uşağın bir dənə nənəsi ola bilər. Ona görə burada olur 1 və 5, yəni A variantı. 22. Baxıram 22-yə, görürəm ki, burada moon apostrof S-dır, düzdür. Yesterday səhvdir, çünki zaman bildirəndə apostrof S olmalıydı. 3-də Tom fail gəlib. Baxın, keçmiş zaman ait fail var, olmaz. George and Lily wedding olar. George və Lily'nin toyu, 2 nəfərin bir toyu ola bilir. Paul and Jane teacher. Amma bu səhvdir. Çünki Paul'un öz müəllimi var, Jane'in öz müəllimi var. Deməli, neçə dənə müəllimdir? 2 dənə. Amma bu müəllim təkdə qalıb. Ona görə atdız getdi. Qaldı 1 və 4. Yəni Y. 22. 22-də baxıram ki, Mrs. Mr.də olmalıydı apostrof S. Bu səhvdir, getdi. That woman apostrof S-sı hanı bəs, hara gedib, yoxdur, getdi. C-də Z-də S apostrof olmalı. Çünki familiya bütöv ailəni bildirir, getdi. Sonra baxıram ki, D-də woman
Amma z-si təkdədir də bunun. Bu təkdədirsə bu niyə cəmlənib ki? Olmaz. Ya bu cəm olmalıdır, ya da bu tək olmalıdır. İkisindən biri dəyişməlidir. Səhvdir, getdi. Y-də isə hər şey düzdür. Çünki familiyadır. Familiyada s apostrofla düzəlir və variant Y-dir. 23-də. Gələk bura. Baxın, z var, bir dənə də familiya var. S apostrof olmalıydı, səhvdir. 2-də 2 dənə yəli hal var, çaşdırmayın. Bu səhv olsa belə bu düz ola bilər böyük hallarda. 2 düzdür. Ona görə 2-ni saxlayırsınız. Olivia bu səhvdir. Already var. Atdınız getdi. 4-də də 2 düzdür. 2 və 4. 24-də. D. Baxırıq ki, woman bu düzdür. Bu səhvdir. Çünki belə olmaz. Bu səhvdir. Bu düzdür. Bu səhvdir. 1 və 2. Kökündən cəmlənən isimlərin yəli halı həmişə apostrof s-nandır. Apostrof s-nandır. Fərqi yoxdur. O təkdədir, yoxsa cəmdədir. Hər iki halda apostrof s-dır. Sonra gəlirik son 2 sualımıza. 25-ə baxırıq. Bizdən düzgün ya cavab istəyir, ya da cavablar istəyir. Ola bilər ki, 1 cavab olsun, ola bilər ki, 3 cavab olsun. Birinciyə baxırıq. Birincidə many sayılır və cəmdir. Amma bu təkdə qalıb. Ona görə səhvdir. İkinciyə baxırıq. Bu da səhvdir. Çünki zaman bildirən apostrofsu olmalıydı. Getdi. To 2-dir. Kilometr cəmlənib qala bilər. The earth düzdür. Dünyadır. Apostrofsu olmalıydı. Severaldan sonra sayıla bilən gəlirsə cəmlənməlidir. Amma burada təkdə qalıb. Ona görə səhvdir. Variant 3 və 4. Gəldik sonuncuya. Sonuncuda bizdən yenə correct options istəyir. Hostess qoşasıyla bitənlərin yəli hal həmişə apostrofsu olur, düzdür. 20 cəmdədir, amma mile təkdə qalıb, atdıq getdi. Several cəmdədir və bu da cəmdədir, əla düzdür. The childs həmişə apostrofsu olmalıydı, getdi. Bu da həmişə apostrofsu olmalıydı, getdi. Variant qalır 1 və 3. 1-3. Bu da sınaq 4. İndi gəlin sınaq 5 eləyək bir yerdə. Başlayaq. Derivativ nə idi? Düzəltmə. Düzəltmə hansılar idi? Elə bir şey olmalıdır ki, bu fərqli sual tipidir. Burada diqqətli olun. Düzəltmə ismi siz düzəltirsiniz. Artıq demək ki, düzəltmə ismi seçin. Burada siz özünüz düzəltirsiniz. Necə seçirsiniz? Məsələn, ən asanı performansı, bu bizim dildə də var, performans. Performans ance olana gedir. Yəni 3A-ya gedir. Gəlin yazaq. 3A. Scholarship-lə birləşir həmişə. B. Improve da ment-lə düzəlir. CBA. CBA, yəni C variantı. 2. Yenə bu dəfə compound düzəltirik. Ən asanı ay işığı moon, light. 3. C. Pain killer, ağrı kəsici, railway, qatar yolu. BAC. BAC, yəni B variantı. 3. Deyir ki, sualı oxumasa səhv eləyə bilərsiniz. Necə? Mürəkkəb isim can't make, düzəltə bilmirik. Yəni, sanla nə birləşsə, mürəkkəb isim olmur. Mənə olmayan lazımdır. Görürəm ki, burada sunflower var, sunrise olur, sunshine olur, sunbase olur, amma sundrop olmaz. Suntask olmaz. Elə variantım C-dir. 4. Deyir ki, elə bir şey seç ki, mən sonuna ment artıra bilim. Ment şəkilçisi. Ən asanı gözümüz öyrəşib development, elə variantda B-dir. Sonra gəlirəm 5-ə. İndi elə bir şey seçməliyik ki, axırına bu şəkilçisini artıra bilək. Baxın, failure, yəni uğursuzluq, 1. Sonra department birləşir həmişə. Arxitektura, onlar 1, 3. Başqa, brotherhood-la birləşir. Punishment-lə birləşir. Departure da olar. Departure olar. Elə variantımız 1, 4, 3-dür. 1, 3, 4. Y variantı. Çünki leader olmaz. Leadership-lə birləşir. Brotherhood-la birləşir. Punishment-lə birləşir. Ona görə qalır 1, 3, 4. 6. Derivativ, yəni düzəltmə. Baxıram ki, burada wave sadədir. Atıram gedir. Payday mürəkkəbdir, atıram gedir. Trade sadədir, atıram gedir. Qalıram bunun arasında. Treatment olar, pollution olar, wonder. Wonder sadədir, wonderdir, atıram gedir. Elə qalır A.
Baxıram ki 7-də compound istəyir, yəni mürəkkəb istəyir. Burada ion-tion var, atdım getdi. Burada information ion-tion var, atdım getdi. Yenə ion-tion, atdım getdi. Burada it var, hospitality, atdım getdi. Qaldı variantım Y. 8-ə baxıram. 8-də diqqətli olun. Sayıla bilən, sayıla bilməyən mövzudur. Advice sayıla bilmir. Sayıla bilməyəndən article nə gəzir? Səhvdir. Sonra a good advice, yenə sayıla bilməyəndən article nə gəzir burada? Atdım getdi. Some advice, bu nədir? Sayıla bilməyən necə cəmlənə bilər? Getdi. Sayıla bilməyəndən 3, 4, 5 rəqəm necə işlənə bilər? Atdım getdi. Qaldı D. Deyərsiniz ki, D ilə Y-nin fərqi nədir? İkisində də samdır da. Amma advice burada cəmdir, burada təkdir. Some sayılan cəmlə işlənir, sayıla bilməyən təklə işlənir. Yəni D variantı. 9. 9-da burada bəzi işarələr var. Amma görmədik onları. İndi gəlirik 9-a baxırıq. Yenə sayıla bilən, sayıla bilməyəndir. Sayıla bilməyəndən 3, 4, 5 rəqəm işlənə bilməz, atıram gedir. Sayıla bilməyəndən article işlənə bilməz, atıram gedir. Yenə article işlənə bilməz. Deyərsiniz ki, bu useful burada nə gəzir bəs? Useful sifətdir, mənim sifətlə işim yoxdur. Mənim işim ancaq isim və article'dır. Ona görə article information uyğun deyil. Some information, biri böyük ehtimal ki, some informations'dır, biri some information'dır. Baxın, görürsünüz, B variantı some informations'dır, olmaz. D variantı düzdür. Baxıram ki, onda məndən yenə sayıla bilən, sayıla bilməyən mövzusudur. Furniture ilə article nə gəzir? Furniture mebeldə sayılmır. Bəs bunun E-si hanı? Piece təkdə işlənməz. Piece of olar ya da ki, pieces olar. Pieces cəmlənər, article lazım olmaz. Burada a piece of düzdür, amma furnitures cəmlənib. Cəmlənməz, sayıla bilməyən cəmlənməz. Burada to 2 gəlib, amma bu təkdə qalıb. Pieces olmalıydı, səhvdir. Y-də isə gəlib, piece gəlib, furniture hamısı uyğundur, yerindədir. Yəni variant Y. 11-ci suala baxırıq. Əgər bu sualı kim düz yaza bilsə, demək olar ki, imtahandan yüksək bal yığa bilir. Çünki niyə? Aşırı dərəcədə diqqət tələb eləyir. Və siz bunu düzgün yaza bilirsinizsə, demək olar ki, incisindən yüksək bal gözləyin özünüzdən. Gəlin baxaq. Birinci mən istəyirəm cavabını siz tapasınız. Sonra mən izah edeyim. Videonu saxlayıb cavabı yazın, sonra mən başlayayım izah eləməyə. Okey, baxın. Adi qaydada heç bir çətinlik yoxdur burada. Sadəcə balaca bir nüans var ki, onu görməsəz, demək olar ki, variant səhv olur. Amma görənə də halal olsun, yüksək bal onu gözləyir. Gəlin baxaq, deməli, adi sayıla bilən, sayıla bilməyən qaydasıdır. Baxıram ki, information sayılmır, amma necə cəmlənib. Ona görə atıram gedir. Gəlirəm B-yə. An information sayılmır, amma article qəbul edib. Bu necə olur? Olmaz təbii ki. Article-la sayıla bilən işlənir. Bu da gedir. Gəlirəm C-yə, any information düzdür, qalsın. Baxıram some information sayıla bilir, təkdədir. Sız falan yoxdur ki, yox, heç nə yoxdur, qalır. Many information olmaz. Many sayıla bilənlərlə işlənir. Bu sayıla bilmir, getdi. İndi deyirsiniz ki, burada C da var, D da var. 2 dənə variant ola bilərmi düz olsun? Xeyr, təbii ki. Gəlirsiniz bir dənə cümləyə baxırsınız. Cümlədə görürsünüz ki, burada bir dənə inkar var, balaca bir inkar var. Bunu görməyən uşaq götürər D-ni ya da təsadüfən götürər C-ni. Amma çox vaxt bu eyni information gözə biraz qəribə gəlir axı, bunu görməyə öyrəşməmisiniz. Götürər bunu səhv variant kimi, götürər variantı D. Halbuki budur variant. Çünki inkarla, yəni didn't inkarlıqda axı eyni işlənir. Eyni necə cümlələrdə işlənirdi? İnkar və sual cümlələrdə. Bəs some necə cümlələrdə işlənirdi? Təsdiq cümlələrdə. Bizim cümləmiz inkarda axı, ona görə variantımız da elə C-dir. Çox balaca bir nüansdır, amma bilən uşağa halal olsun, yəni yüksək nəticə yığa bilər. Məncə, uşaqların bəziləri səhv elədi, amma yenə də diqqətlə baxsaz, orada səhv ediləcək bir məqam yoxdur. İndi keçək 12-yə. Baxıram ki, some good music olar, qalsın, good. Musicdir. Burada mövzumuz musicdir. Musicdirsə, article musiclə nə gəzir? Ona görə atıram gedir. Sonra to-dursa, to-nun pieces hanı? Təkdə qalıb bu yazıq. Ona görə atıram gedir. Bu amma düzdür. To-dur, piecesdir, düzdür. Burada pieces bu nə deməkdir? Bu təkdədir, bu cəmdədir. Elə bir şey olar? Yox, təbii ki. Atdım, getdi, qaldı 3. 1, 3, 6. A variantı. Gəldim 13-ə.
Deməli, yenə uncountable istəyir bizdən. Burada görürəm ki, freedom azadlıq sayılmır, cheese bender sayılmır, water su sayılmır. Elə variantımız A-dır. Yenə də baxaq B-yə. River çaydı sayılır, otel bildiyimiz oteldə sayılır, guest qonaqda sayılır, cloud buludlu sayılır. Bunu sayılmayan götürməyin. Cloud istisnadır, bulud sözü sayılır. Düzgün variantı seçməliyik. Burada diqqətlə baxsaz, sayıla bilən, sayıla bilməyən mövzusu. Yəni, furniture-dən gedir. Baxın, hər cümlədə furniture var. Furniture, 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 eyni ilə furniture. Gəlin baxaq. Burada ən furniture sayıla bilməyəndən artikel işlənmir. Amma burada işlədiblər. Ona görə getdi. Sonra furniture shop. Bu furniture shop. Deyirsiniz ki, səhvdir. Mən də deyərəm ki, düzdür. Hələlik qalsın. Baxaram ki, we furnitures old, bu nədir? Cəmlənib. Sayıla bilməyən nə vaxtdan cəmlənir ki? Səhvdir. To heç vaxt sayıla bilməyən cəmlənmir. Qalırıq new furniture olmaz. Artiklı sayıla bilən işlən furniture sayılmır. İndi deyirsiniz ki, B variantı niyə düz çıxır? Çünki 2 dənə isim yanaşı gəlirsə, artikel ikinciyə aid olur. Yəni shop'a aid olur. Yenə deyirəm, 2 dənə isim yanaşı gəlir. Biri sağındadır, biri solundadır. Artikel birinciyə yox, ikinciyə aid olur. İndi buradakı artikel furniture-yə aiddir, yoxsa shop-a aiddir? Təbii ki, shop-a. Çünki furniture mebeldir, shop mağazadır. Mağaza, mebel və mağaza. Nə mebel, nə mağaza. 2 dənə isimdir. Yanaşı gəlib, ikinciyə artikelini verirəm. Yəni, shop. Furniture shop olmur. Yəni, furniture-yə uyğun deyil. Shop-a aiddir. Yəni, elə variantımız olur B. Bu da digər suallar kimidir. Əgər bunu kim düz yazsa, imtihanda böyük ehtimal ki, yüksək nəticə onu gözləyir. 15. Plural. Gəlirəm cəmsimi tapmağa. Baxıram ki, politeness cəm deyil. Qoşa sığla bitənlər heç vaxt cəm olmur. Atdım, getdi. Burada da qoşa sığ var, atdım, getdi. Burada da qoşa sığ var, atdım, getdi. Qaldı ya bu, ya da bu. Baxıram bura. Balance, trousers, fireman. Elə variant C-dir. Deyərsiniz ki, burada da sığ, burada da sığ, burada da sığ var. Çünki physics elm adıdır. Elm adları heç vaxt sayılmır və cəmlənə bilməz. Bu sözün özü elədir. Yəni, D gedir. 16. Yenə cəm seçməliyəm. Baxıram ki, quz təkdədir. Atıram gedir. News sonunda sığ olsa da həmişə təkdədir. Atıram gedir. Tuz təkdədir. Progress qoşasından bitib təkdədir. Qalır elə variantım C. 17. Tək. Polis həmişə cəmdədir. Atdım, getdi. Mais cəmlənib, getdi. Fit cəmlənib, getdi. Men cəmlənib, getdi. Qaldı B. 18. Yəli hal. Yəli hal kökündən cəmlənənin yəli halı apostrofsu olur. Burada tərs nədir? Atdıq. Burada apostrofdan sonra ing gəlib, atdıq, getdi, lazım deyil. Burada feil gəlib, atdıq, getdi. Burada sifət gəlib, atdıq, getdi. Burada isə dübbə düzdür, qalır. 19. Marry boat feildir, almaq feildir, atdım, getdi. Burada close paltarları qalsın, düzdür. Similar, oxşar, sifətdir, atdım, getdi. Peterin və Lauranın hərəsinin öz evi var. Baxın, Peterin öz evi var, Lauranın öz evi var, amma ev təkdə qalıb. Amma cəmlənməli idi, getdi. Burada found, burada da ki feildir, atdım, getdi. Variant B. 20. Yenə yiyəli hal tələb eləyir bizdən. Burada baxıram ki, David və Emmanın öz ayrı-ayrı gözləri var. Sadəcə David apostrofsu verməyiblər. Yəni səhvdir. Burada Billin öz ayrı atası var, Kate'in öz atası var. Amma atalar cəmlənməyib. Hərəsinin öz ayrı atası var axı. Ona görə ata 2 dənə olmalıydı və cəmlənməli idi, getdi. Burada ümumiyyətlə bu yiyəli hal deyil, atın getsin. Bu isə düzdür, qala bilər, bu isə səhvdir. Çünki kökündən cəmlənənlərin yiyəli halı apostrofsu olur. Bu getdi, yəni variantdır. 21. If-you'dan sonra sayılan gəlirsə, həmişə cəmlənməlidir ki, bu da cəmlənib, düzdür. The Browns familiyalarla Z artikl işlənirsə, S apostrof olmalıydı. Səhvdir. Burada E təkdədir, Mans da təkdədir, qalsın. Mr. Brown apostrofsu düzdür, qalsın. Amma burada E artikl təkdədir, years cəmlənib, heç vaxt olmaz. Qalır bizə 1, 3, 4. Yəni A variantı. 22-yə baxıram. Players hands, oyunçuların əlləri.
Ola bilər qalsın. Amma yox, qala bilməz. Çünki those cəmdədir və player s apostrof olmalı idi. Tərsinəsi olmalı idi. Burada apostrofsıdır. Getdi. Burada to cəmdir. Must da cəmlənib qalsın, düzdür. Mr səhvdir. Çünki Mr, Mrs də apostrofsu olmalı idi. Amma burada düzdür. Z, Smith, s apostrof düzdür. Burada olur 2 və 4. Yəni Y variantı. 23-ə baxıram. 23. Aha. 23-də baxıram ki, those cəmdədir, students də cəmdədir. Ona görə qalsın. Sonra baxıram ki, 2-də the sun apostrofsu olmalıdır. Çünki günəş yer üzündə bir dənədir və apostrofsu olmalıdır. Getdi, 2 səhvdir. 3-ə baxıram. Familiyadır, ətdir, z'dir, s apostrofdur, düzdür. Amma 4-ə baxıram, to cəmdir, years təkdə qalıb. Ona görə atdım, getdim. Variant olur. Hansı? 1 və 3. 1, 3. Baxırıq 24-cü suala. Burada kökündən cəmlənən isimlərin yerli apostrofsu olmalı idi. Bu səhvdir. Zaman bildirəndə həmişə apostrofsudur. Ona görə düzdür. Burada Tom və Sara'nın gözləridir. Tom'a apostrofsu verməyiblər, amma Sara'yı veriblər. Amma olmalı idi. Yəni 3 səhvdir. 4-də də yer üzündə tək olan varlıqlardır. Ona görə apostrofsu olmalıdır və düzdür. Variant 2 və 4 olur. 25-də isə zaman bildirən sözdür. Apostrofsu olmalı idi, səhvdir. Burada kökündən cəmlənir. Düzdür, qalsın. Z də təkdədir. Bu da təkdədir, qalsın. 3-də qoşa s ilə bitənlərin yəlik halı həmişə apostrofsu olur. Düzdür. This cəmdədir. Artist təkdədir. Ona görə getdi. 3 və 2. 26-da isə ya 1 variant düzdür, ya da 2-3 variant düzdür. Baxırıq. This cəmdədir. Children da cəmlənib yəlik hal olub. Düzdür. Those cəmdədir. Students təkdə qalıb. Olmaz. S apostrof olmalıydı. This təkdədir. Doctors cəmlənib. Bu tək, bu cəm olmaz. Apostrofsu olmalıydı. Səhvdir. 3-də isə Z təkdədir. Teacher da təkdədir. Apostrofsudur. Düzdür. Variant 1 və 4.